2022-ci ilin yanvarı tibb tarixinə inqilab ili kimi düşdü. ABŞ-nin Maryland Universitetində dünyada ilk dəfə olaraq genetik modifikasiya olunmuş donuz ürəyi 57 yaşlı David Bennettə köçürüldü. Bu hadisə xenotransplantasiya, yəni heyvandan insana orqan köçürülməsi sahəsində yeni eranın başlanğıcı idi. Baxmayaraq ki, Bennett cəmi 2 ay yaşadı, amma bu təcrübə orqan çatışmazlığı probleminin həllində ümid işığına çevrildi. Dünya statistikasına görə hər gün onlarla insan orqan gözləyərkən həyatını itirir. Donuz orqanlarının seçilmə səbəbi isə onların insan orqanları ilə anatomik oxşarlığı və genetik mühəndislik vasitəsilə immun rəddini minimuma endirmə imkanıdır. Lakin bu texnologiya hələ sınaq mərhələsindədir. Hazırda dünya praktikasında və Azərbaycan tibbində tətbiq edilən reallıq daha fərqli hüquqi və tibbi prosedurlara dayanır. Geni dəyişdirilmiş donuzlardan alınmış orqanlar vasitəsilə aparılan transplantasiya, ürək transplantasiyası, qaraciyər, böyrək transplantasiyası artıq meydan alınaraq, geni dəyişdirilmiş donuzdan alınaraq artıq transplantasiya olundu. Bu hələ ki təcrübə bir mərhələdədir. Daha da geniş vüsət almayıb, elm bunun üzərində işləyir. Amma mən düşünürəm və inanıram ki, yaxın gələcəkdə geni dəyişdirilmiş donuzlardan alınan orqanlarda biraz əvvəl adını qeyd elədiyim canlı və meyit donorlarına alternativ bir hovuz kimi elmə daxil olacaq. Bəs növbəti mərhələdə nə baş verir? İnsan heyvandan köçürülən orqanla rahat və sağlam yaşaya bilirmi? Burada məsələ həmin köçürüləcək olan orqanın xəstədə uyğunlaşıb və xəstə orqanizm tərəfindən onun rədd olunmaması. Bu dəqiqə hadisə onun üzərindədir. Ona görə də bu donuzlardan alınıb orqan köçürülmür. Donuzları geni modifikasiya olunur, insan geninə yaxınlaşdırılır və ona görə transplantasiya olunur. Burada əsas məqsəd ondan ibarətdir. Gələcək nə vəd edir? Heyvandan insana köçürülmə mümkün olarsa, qanunlarımız buna hazırdırmı? Orqan və toxumaların transplantasiyası haqqındakı qanun heyvan orqanlarının implantasiyasına, yəni köçürülməsinə icazə vermir. Yəni orada elə bir maddə yoxdur. Mütəxəssislər qeyd edir ki, donuz orqanlarının köçürülməsi üçün xüsusi genetik laboratoriyaların qurulması və beynəlxalq etik normaların tam formalaşması vacibdir. Bu problem əgər dünya tibbində mümkün olduqdan sonra ölkəmizdə də o qanuna əlavələrlə əlbəttə ki, etik bir çox məqamlar var burada. Burada xüsusən heyvandan insana transplantasiya olunması üçün zoonotik virusların və xəstəliklərin keçmə ehtimalları və digər məsələlər dünya elminə uyğun bir şəkildə ölkəmizdə də uyğun qanunvericilik bazası hazırlanacaq. Elm sürətlə irəliləyir. Bəlkə də yaxın 10 illikdə orqan çatışmazlığı problemi tamamilə aradan qalxacaq. O vaxta qədər isə ən böyük donor mənbəyimiz insanın insana göstərdiyi mərhəmət və qanunların verdiyi imkanlardır.